Şəhidlərimizin qəhrəmanlıq yolu milli qürur mənbəyimizdir. Bugünkü şəhidlik zirvəsi verilişimizi Vətən müharibəsi şəhidi polkovnik leytenant Zaur Hüseynov Mikəyyərovun timsalında bütün şəhidlərimizin yürəyə silməsini həsr edirik. Zaur Cəfərov hələ sağlığında qüsursuz və nümunəvi xidmətinə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Şəhidliyindən sonra isə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Azərbaycan bayrağı ordeni, Vətən uğrunda Oğuzhanın azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilərək onun vətən qarşısındakı xidmətlərinə hörmət verilir. Şəhid polkovnik leytenant Zaur Hüseynov Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. Uşaqlıq illərində məktəb keçdiyini həyatı yaşasa da, vətənə xidmət ünvanından dönmədi. Orta təhsilini başladıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq peşəkar zabit kimi bölüm almışdır. Zaur Cəfərov uzun illər artilleriya qoşunlarında müxtəlif komandan və qərargah vəzifələrində xidmət edib. 2016-cı ilin aprel döyüşlərində göstərdiyi peşəkarlıq onun hərbi hazırlığının və komanda bacarığının daha bir göstəricisi oldu. Daha sonra qərargah rəisi kimi Tovuz döyüşlərində və Vətən müharibəsində ön cəbhədə döyüş tapşırıqlarını uğurla yerinə yetirdi. Şəhid polkovnik leytenant Zaur Cəfərov ömrünü vətənə xidmətə həsr edən peşəkarlığı və fədakarlığı ilə tariximizin silinməz iz qoyan qəhrəman zabitlərimizdən biridir. Onun keçdiyi şərəfli döyüş yolu Azərbaycan əsgərinin vətənpərvərlik yönünün parlaq təcəssümüdür. Bugün Zaur Cəfərovun timsalında bütün şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır, onların vətən naminə göstərdikləri misilsiz qəhrəmanlıq qarşısında baş əyirik. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Ruhları şad olsun. Xatırladaq ki, verilişimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliğinin maliyyə dəstəyi ilə həyata keçirilir. Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş istiqaməti üzrə şəhidlik zirvəsi layihəsi çərçivəsində hazırlanmışdır. Zəka işığında milli dəyərlərin təbliğinə dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri olaraq layihəmizin həyata keçirilməsinə göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımızı bildiririk. Əməkdar jurnalist Vəli Vəliyev, xoş gəlmişsiniz. Çox sağ olun, minnətdarım. Şəhidin ailə üzvü, qardaşı Niyaməddin Cəfərov, xoş gəlmişsiniz. Xoş gününüzə gələr, çox sağ olun. Niyaməddin müəllim, Zaur ailədə necə biri idi? Zaur ailədə ideal bir insan idi. Yəni, hər kəsə nümunə olacaq. Ata-ananı, ananı sevən, qardaş bacısını çox istəyən, övladlarına qayğı göstərən, yoldaşına, qayğısına qalan, onun övladlarının göz problemləri var idi. Hətta dəfələrlə xidmətdən ayrılmaq istəmişdi ki, onların qayğısına qalsın, ancaq vətən müharibəti buna mane olurdu. O atasının, anasının həmişə dəfələrlə müalicələr aparar, onların qayğısına qalardı. Hətta deyərdi ki, həyatda idealım mənim atamdır. Yəni, böyük şəxsiyyətlər kimi o atasını ideal bilərdi. Həmçinin bacısının, qardaşların, biz onu ideal bilirdik, bizə çox qayğı göstərərdi. Uşaqlıqdan belə bacısından məktəbə gedərdi, bacısının sumkasını özü daşıyardı. Özünün 5 yaşı olmasına baxmayaraq, bacımızın adı Şəhladı, onu özü aparardı. Hətta ona bir yerdə sinifdə hərfləri öyrənərdi, çox qayğı göstərərdi. Bizim Kəlbəcər ərazisi ağır relyef şəraitidir, orada məktəbimiz təpənin üstündə yerləşir. Bəzən yağış olardı, qar olardı, sürüşkən olardı.
özü bacısının sumkasını götürərdi o yaşında, onu məktəbə aparıb gətirərdi. Yəni sözlə ifadə edilməyəcək dərəcədə ideal bir insan idi. Hansı xüsusiyyətlər yadınızda qalır? Mərd idi, səxavətli idi, vətənpərvər idi, qaqi keşi idi. Hətta hərbi məktəbdə oxuyanda həftədə 2 gün istirahətə gələrdi. Biz də Qaradağ rayonu Qızıldaş qəsəbəsində məskunlaşardıq. Kəlbəcərdən ayrılandan sonra 5 məktəb dəyişdik. Bərdə rayonu, Qax rayonu, Tasmalı kəndi, Bərdə rayonunda 5 nömrəli orta məktəb, ondan sonra Qaradağ rayonuna gəldik. Qaradağ rayonunda 180 nömrəli orta məktəb. İstər-istəməz təsir eləyir təhsil almasına. Bəli. Həm o 5 məktəb dəyişməyinə baxmayaraq, yəni çox savadlı, çox qabiliyyətli idi. Hətta 180 nömrəli orta məktəbə gələndə orada Sərdar müəllim vardı. Məktəbin direktoru kimi onun səlahiyyəti var idi. Fizika müəllimi idi. Şagirdlər bundan çox çəkinirdi. Məktəbə oyunlar eləyirdi. İndi pensiyaya çıxmış olar. Oradan da Sərdar müəllimi salamlayıram. Onu çox yüksək qiymətləndirdi. Hətta son zəngdə onu bağrına bastı, dəstəklədi. O qədər yəni fəal bir savadlı şagirdlərdən idi. Biz onun nümunə bilirdik, riyaziyyat üzrə, fizika üzrə. Hətta xidməti dövründə də zabitləri, əskərləri yığıb onlara bəzi suallar verərmiş bu fizika, riyaziyyat barəsində. Onların artilleriyanın özü əsas riyaziyyatın üstündə qurulub da. Rəhmətli Alağaş Xınıski, Səməd bəy Mehmandarov bəzi kəşflər eləyib. Bu kəşflərin əsasında da onları yaxşı öyrənər, döyüşlərdə tətbiq edərdi. Bu kəşflərdən də biri görünməz nöqtənin hədəf alınması. Məsələn, hər hansı tərpənin arxasında döyüş mövqeyi varsa, düşmən mövqeyi varsa, oranı hesablayaraq vurmaq. Yəni artilleriyanın əsas yüksək məqamda durması da bundan ibarətdir ki, görünməyən hədəfləri vurmaq. Orada hesablayıcının növü var, tuşlayıcının növü var. Yəni çox mürəkkəb bir sistemdir. Hətta indi o söhbəti dayandırıb o birisində keçim. Kursant olan vaxtı uzun bir məsafə gələrdi. Naxçıvanski liseyinin yanından indi Azərbaycan Ali Hərb Məktəbidir. İndi Heydərliyev Ali Hərb Məktəbi olub. Türk qardaşlarımız orada onlara təhsil verərdi. 97-ci ildə həmin məktəbə daxil olub. Oradan Qaradağ rayonuna qədər gələrdi. Saatlarla yoldu. Biz onu gözləyərdik, qarşılayardıq. Həmin o qısa müddətdə bizi gətirərdi parka, bizi atraksiyonlara gətirərdi, əyləndirərdi, sonra qayıdardı o qısa müddətdə. Hətta ona qısa bir məvacib verilərdi, məvacibi yığardı, gətirib bizə hədiyyə alardı, gətirərdi. Bizə təhsilimizə, yaşayışımıza diqqət eləyərdi, yəni hər tərəfli bizi maarifləndirərdi. Vəli müəllim, sizcə şəhidlik zirvəsi kimi layihələr şəhidlərimizin irsinin yaşadılmasına necə töhfə verir? Əlbəttə, bu cür layihələr, mən birinci öncə sizi belə bir layihənin işlədiyinizə görə sizə təşəkkür edirəm. Həm də məni dəvət elədiyinizə görə. Çünki bu mövzu ətrafında biz dəfələrlə bu studiyada, bundan kənarda verilişlər də çəkmişik, bu ümumiyyətlə yazılar da yazmışıq. Şəhidlik, ümumiyyətlə bu işin, bu layihələrin həyata keçirilməsi əlbəttə gələcək üçün, gələcək nəsillər üçün çox yaxşı bir haldır. Şəhidlərin unudulmaması üçün, şəhidlər heç vaxt unudulmaz, biri var. Şəhidlər də unudulanda onlar ölürlər deyirlər, belə bir misal var deyirlər. Onu o tərəfdən götürəndə ümumiyyətlə şəhidlərin vətən uğrunda dünyasını dəyişənlərin, vətən uğrunda canlarından keçənlərin nə həyatı, nə onların gördüyü işlər, nə ümumiyyətlə özləri heç vaxt unudulmamalıdır. Həm də çox maraqlı məqamdır ki, Cəmilə xanım, bu layihələri keçirən müddətdə, layihələrin həyata keçirilən müddətdə bizim də rastımıza çıxıbdır. Müşahidə eləmişik, sanki hər adam şəhid ola bilmir. Hər adam o
o mərtəbəyə yüksələ bilmir. Həm də ki, müqəddəs mərtəbə. birisi nətədir? Belə deyək də, onların həyatına baxırsan, həyatını araşdırırsan, onların ailə üzvləri ilə, yaxınları ilə, hərbiçi yoldaşları ilə söhbətlər edirsən, baxırsan hamısının sanki xarakteri eynidir. Hamısı belə bir seçilmiş insanlardılar. Onların həyat yolu, onların dünya baxışı, vətənə sədaqəti, vətənpərvərliyi tam başqa bir insan olub. İndi qardaşımız söhbət eləyir, qardaşı haqqında, Zaur Cəfərov haqqında söhbət eləyir. Mən elə bilirəm ki, mənim dünən, ondan qabaqçı çəkdiyim verilişlərin elə bilirəm davamıdır. Sanki belə davamı gəlir belə. Çünki bu insanlar sözün əsl mənasında, yenə deyirəm, o hər adam nə şəhid ola bilir, nə də hər adama şəhid deyirlər. O qismət də, o böyük bir mərtəbədir. Ona görə də bu cür layihələrin aparılması əlbəttə dediyimiz məqamlarına görə çox yüksək qiymətləndirilməlidir. Eyni zamanda vətənin ümumiyyətlə elə bir mərtəbədir, elə bir məqamdır ki, elə bir məsələdir ki, burada Azərbaycanın heç bir övladı, bu vətənin vətəndaşı olan kimsə şəhidlər haqqında onlara qarşı nəsə bir laqeydlik, nəsə başqa bir yanaşma heç vaxt insanın ürəyindən də keçmir, heç bir ağlına da gəlmir ki, o başqa bir məqamla yanaşsın ona. Çünki bunlar dediyimiz kimi, yəni seçilmişlər və ən müqəddəslərdir. Ona görə də mən bu layihələrin araya gəlməsini də o insanların, o şəhidlərin həyatının bundan sonra da bax belə layihələrlə davam etdirilməsinin üçün və mən özümün də burada iştirak etdiyimiz üçün kiminsə haqqında bir xoş bir söz və yaxud da onun həyatı barəsində hansısa bir fikir səsləndirmək də mənim üçün çox şərəflidir. İndiki dövrdə belə deyək, bu 2-ci Qarabağ müharibəsi özünün o keyfiyyətinə görə, özünün o müharibə aparılma qaydalarına görə dünya hərb elmində tədris olunması, hərb elmində nümunə göstəriləsi bir müharibə olubdur və belə müharibənin şəhidi olmaq və ya da belə müharibənin ümumiyyətlə iştirakçısı olmaq sözün əsl mənasında böyük bir qəhrəmanlıqdır. Çünki ən müasir silahlarla, yəni yeni dövrün silahlarıyla. Bax, siz bəlkə də yadınızdadır, yəni bilirsiniz bu məqamı. Birinci Qarabağ savaşında o silahından. Yox, əlbəttə. Yox, indinin özündə də bəlkə də indiki dövr müharibələr, indi gedən müharibələr öz yanaşmasına, öz üslubuna görə elə Qarabağ, 2-ci Qarabağ müharibəsi, yəni Vətən müharibəsində olan kimi başlayıbdır. Yəni bundan əvvəl nə dronlardan, nə Niyaməddin bəy dedi, deməli o nöqtə atışları vurulması, o da onun özü də bir yenilikdir, özü də bir hərb elmində bir yenilikdir. Mən əvvəllər indi qardaş deyəndə ona çox diqqətlə baxdım, qulaq asdım ki, onun hansı yüksək keyfiyyətləri varmış. O, əlbəttə, 30 il ərzində bunlar yetişdirilibdir. Kəlbəcər rayonundan olmaq da Zaura daha böyük bir motivasiya veribdir, daha böyük bir o torpaq uğrunda. Çünki o uşaq olan vaxtı, mən belə düşünürəm ki, 13 yaşı var idi da. Uşaq olan vaxtı onu o uşaqlığından ayırıblar. 80-ci ildə doğulub Kəlbəcər rayonunda. Yox, indi kiçik yaş, nədir? 10 yaş olan uşağın hər şeyi hiss eləsə də, amma o hadisənin mahiyyətini o qədər bilməyibdir. Onu uşaqlığından oradan ayırıblar. İndi insanı belə götürək, nə qədər o uşağı birini ümumiyyətlə və yaşadığı yerdən necə yaşamağından asılı olmayaraq bir yerdən qopardıb başqa yerə gətirəndə əlbəttə onun izləri qalır, onun beynində izi qalır, onun həyatında bir qırılma baş verir. Və erməni cəllatları, erməni vəhşiləri insanı onu uşaqlığından ayırıblar, gətiriblər başqa bir yerə. İndi vətəni olsa da, Azərbaycan olsa da, amma burada biraz yanaşma başqadır. Nə qədər yaşasa da, yaşı nə qədər artsa da, amma onun yadında, yaddaşında, xatirəsində qalan uşaqlıq illərində gördüyü o faciələrdir. Heç vaxt o yaddaşdan silinmir, yaddaşda qalır və intiqam hissi ilə böyüyürlər. İndi mən demirəm ki, Azərbaycanda hər kəs, yəni o müharibədən əvvəlki o baş verən proseslər
insanların küçələrə tökülməsi, səfərbərlik çağırışları edilməsi, hamısı, yəni bütün bunlar belə deyək də, insanların vətənpərvərliyinə xəbər verir. Amma digər məqamlar da var ki, Cənab Prezident dəfələrlə, İlham Əliyev dəfələrlə bu barədə çıxışlarında deyib ki, bizi qalibiyyətə aparan, bax, o gənclər ki, o vətən hissi ilə, o belə deyək, biraz da qisasçılıq hissi ilə, yəni vətənini itirib intiqam hissi ilə böyümüş gənclərdirlər ki, onlar gəldilər. Bax, uşaq vaxtı anasının qoynunda, qucağında gələn uşaqlar bu dəfə tankla qayıtdı, tankın üstündə qayıtdılar. O çox möhtəşəm bir hisslərdir. Ona görə də inanırsınız, yəni o dövrdə bizim o çəkdiyimiz bəzi süjetlər də olubdur ki, hər kəs çalışırmış ki, İnanırsınız, hər kəs çalışırmış ki, bu müharibənin bir qəhrəmanı olsun. Hər kəs iz qoysun. Üstəlik də hamı şəhid olmağa can atılmış. Yəni vətən uğrunda, vətənin bu sevgisindən irəli gələn bir məqamlardır. Ona görə də mən bu barədə, bu mövzuda yəni dəfələrlə olubdur. Yəni bu mövzuda uzun danışmaq olar. Bu mövzu bitən bir şey deyil. Bitən mövzu deyil. Yəni bunun saatlarla oturub vətən müharibəsi haqqında, onun şəhidləri haqqında yorulmadan danışmaq olar. Zaur qardaşımızın bu mərtəbəyə yüksəlməsi, vətən müharibəsində iştirak etməsi və xüsusən də ki, bu müharibədə ən böyük rol oynayan artilleriya komandini, qərargah rəisi olması, bütün məsuliyyəti daşıması və bu qələbənin bu cür bizim istədiyimizə, bizim maraqlarımıza uyğun olaraq qələbə əldə olunmasında böyük rol oynayır və bu da nəinki onun ailəsinin, bütün Azərbaycanın qürurudur. Onlarla biz nə qədər ki həyatda yaşayırıq, onlarla daim fəxr edəcəyik, onların qəhrəmanlığını həmişə övladlarımıza, nəvələrimizə, gələcək nəsillərə bir örnək kimi göstərəcəyik. Onların çünki qəhrəmanlıqları başqa cürdür. Biri var Azərbaycanın milli qəhrəmanı, bir də vətən qəhrəmanı, vətən müharibəsi qəhrəmanı. Bunlar başqa şeylərdir. Yəni bizi həm də bu şəhidlər bizim aşağı əyilmiş başımızı yuxarı qaldırdılar. Yəni bunun əvəzsizdir. Bunların xidməti əvəzsizdir, danılmazdır və heç vaxt unudulmayacaq. Bir də Vəli müəllim, bayaq dediyiniz söhbətə bir də qayıtmaq istəyirəm. Doğrudan da o işğal dövrü Zaur kimi qəhrəmanlarımızın o vaxtı 10 yaşı var idi, 8 yaşı var idi, 9 yaşı, nə bilim 11 yaşı var idi. Siz fikir verirsiniz, vətən müharibəsinin şəhidlərinin, belə deyək də, ixtisaslı kadrların əksəriyyəti 80 təvəllüddür, 81 təvəllüddür, 79 təvəllüddür. Bunlar hamısı 1-ci Qarabağ savaşı zamanı o odun alovun içindən ayaqyalın, baş açıq, nə bilim, çox əziyyətlə uzun yollar gəlir. Hamı, məsələn, mənim yadımdadır, Kəlbəcər işğal olunanda biz ümumiyyətlə Qarabağ işğal olunanda insanlar ayaqyalın, baş açıq, hara üst tutacaqlarını bilmirdi. Azərbaycanın, Respublikanın müxtəlif rayonlarına səpələndi. Yəni kiçik yaşlarında bu faciəni görən insanların çox çətindir. Yəni siz necə o günləri yaşayanlar bilərlər ki, bu necə ağır bir anlar olub, ağır, çətin bir dövr olubdu. O vaxtda həm də biraz maddiyyat baxımından çətinlik var idi, iqtisadiyyat baxımından çörək növbəsi idi, insanlar... Belə bir şey deyim, o dövrü həqiqətən Azərbaycanda o keçid dövrü idi. Həmin vaxtı, yəni müstəqillik, SSR-in dağılması, müstəqilliyin yenicə hələ formalaşmadığı bir vaxt, həm də hakimiyyətdə tam fərqli naxşı bir insanların olması. İndi özləri də bunu sübut edirlər, özləri də etiraf edirlər ki, həqiqətən naxşı idik o dövr üçün. Yəni elə bir gərgin dövrdə Azərbaycanın müstəqilliyi əldə etməsi və o dövrdə başa gələn, xalqımızın başına gələn faciələr, bu, mən deməzdim ki, qaçılmazdır, amma bəzi məqamlar var idi ki, ondan sıyrılmaq olardı, o hala düşməmək olardı. Amma
məsələ bundadır ki, ermənilərin arxasında duran qüvvələr Azərbaycan, yəni sayca onlardan üstün olsaq da, bəzi məqamlarda onlara biraz yuxarı mərtəbədə olsaq da, amma çox təəssüflər olsun ki, onların arxasında duran qüvvələr və bu problemi yaradan qüvvələr onların arxasında dayanmışdı. Bizim haqq səsimizi eşitmirdilər. Heç vaxt, yəni bu biraz Qarabağın geri qaytarılmasında biraz bizim insanların necə deyirlər, o dəyən zərbədən, necə ki, boks suya dəyən zərbə bir anlıq onu çaşdırır. Bizi sözün əsl mənasında çox həddindən artıq bu uzun bir müddət keçməyinə səbəb oldu ki, yəni biz təxminən 20-25 il belə bu həmin dövrü, həmin zamanı yetişdiyini gözlədik. Yəni demək istəyirəm ki, o dövrün özünün çətinlikləri və İkinci Qarabağ müharibəsinin başlaması və müharibənin aparılma çətinliyi də təxminən eyni idi. Çünki qarşı tərəfdə silahlanmışdı. Qarşı tərəfdə silahı çox idi. O dövrün çətinlikləri içərisində böyüyən Zaur kimi qəhrəmanlarımız İkinci Vətən müharibəsi savaşında yenə də məhz çətin dövrdə, yəni pandemiya dövründə, pandemiyanın olmasına baxmayaraq, həmin vəziyyətdən illərdir azadlığımız üçün, zəfər əldə etmək üçün yetişdilər və heç bir çətinliyə baxmayaraq qisas aldılar. Və alnımızdan o qara ləkəni təmizlədilər. Bəli, elədir. Bizim o şəhidlərə yenə təkrar edirik ki, biz şəhidlərə olan borcumuzu, onların bizim vətənimizi erməni işğalçılarından tam azad etməyi, ümumiyyətlə suverenliyimizin bərpa olunmasında onların gördüyü işlər heç bir məqamla, heç bir necə deyirlər, məsələ ilə müqayisə oluna bilməz. Bizim siz bilirsiniz ki, yəni o böyük Azərbaycanda Vətən müharibəsinin başlanana qədər 2 dənə döyüş bir prosesi getmişdi. Birinci Lələtəpə uğrunda onu bəzən Qarabağın azad edilməsinin böyük məşqi adlandırırlar ki, orada bir qarşı durma olmuşdu. Orada da Azərbaycan əsgərlərindən şəhid olanlar var idi. Və nə bu, nə də Tovuzda baş verən hadisələr, generalımızın həlak olması, qəhrəmancasına həlak olması, bu milləti, bu insanları heç vaxt, belə deyək, o fikrindən yayındıra bilmədi, nə də ki, o vətən eşqindən, o ermənilərdən qisas almaqdan, heç o hisslərdən onları belə durdura bilmədi. Zaur kimin qəhrəmanlar sözün əsl mənasında bu ölkənin, həm də cənab prezidentin dediyi kimi, biz təkcə ermənilərə qalib gəlməmişik, ermənilərin arxasında duran böyük qüvvələr vardı, onlara qalib gəlmişik. Biz bundan qabaqçı bir müddət əvvəl, təxminən 6-7 ay bundan əvvəl bir layihə üzərində işləyirdik. Bir şəhid haqqında, şəhid, o da polkovnik leytenantıdır. Onun hərbiçilərinin, döyüş yoldaşlarının dediyi bir fikirlər vardır ki, biz həmişə topçularımıza arxain edik. Bizim artilleriya qüvvələrinə. Onlara o qədər arxain edik ki, o qədər onların işindən, onların belə deyək, döyüş üslubundan o qədər arxain edik. Bilirdik ki, istənilən məqamda bizim o çətinliklərimizi, yolumuzu həmişə açacaqlar. Mənim yaxın qohumum da bu sahədə olubdur, artilleriya komandiri olub o da. Onun dediklərindən də götürəndə görürəm ki, düşmən, məsələn, bayaq bir veriliş başlamamışdan qabaq biraz söhbət elədik. Orada da deyirəm ki, onu artilleriya komandirlərini ermənilər xüsusilə, məxsusi olaraq seçib vururmuşlar ki, yəni bu əsas artilleriya, o necə ki, insan orqanizmində arteriya
insanı arteriya bütün həyatı deməli ölümlə nəticələnir. Bərpa eləyir, belə necə deyim axı, kəsilərsə. həyat bəli, həyatın öz rəmzi olaraq belə deyək də o işlərini görür. Müharibədə də artilleriya. Çox maraqlı məqamlardır. Oradan da məntiqi sözdür. Sözüm ondadır ki, yəni bu topçularımız belə deyək, Dədəbaba dilimizdə desə, topçularımız bu müharibədə möhtəşəm iş görüblər. Möhtəşəm. Ermənilərin düzdür, onlar da kifayət qədər bu sahədə özlərini belə də mütəxəssislər yetişdirmişdilər. Xüsusən bilirsiniz ki, bəzi ölkələrin akademiyalarında onlar oxumuşdular və bilərəkdən oxudub gətirmişdilər. Bilirsiniz ki, yəni bu sahə elə bir hərb sahəsi elədir ki, yəni orada savadlı insanlar varsa, deməli bu müharibəni, qələbəni əldə edə bilərsiniz. Amma savadlılar yoxdursa, deməli başqa cür. Qabaqlar belə idi ki, kimsə oxumurdusa, kimsə təhsildən yayınırdısa, nə bilim, biraz savadı az olursa, hamısını yönləndirirdilər hərbiyə. Çünki o vaxtda nə müharibə vardı, nə başqa. Amma indi tam fərqli bizim hərbiçilərimiz arasında əksəriyyəti ixtisasda, həm də yüksək səviyyəli ixtisaslar. Bizim Türkiyədə, məsələn, yəqin ki, mənim də həyatına o qədər bələdli olmamışam. Yəqin ki, Türkiyədə təhsil almışdı. Çünki onlar hamısı ora göndərilirdi, oradan gəlirdi. Kursa göndərilirdi. Yəni, təlimlərə göndərilməmişdən qabaq, yəni bir məqama toxunmaq istəyirəm. Orada mənə verilən informasiya görə, yəni bizim o qohumun da orada olmasından o sözünü gətirirəm. Bizim mütəxəssislərə Türkiyənin özündə neçə illərlə bunların bir təcrübəsi var. Çox belə möcüzəvi bir insan kimi baxırdılar. Bizim savadımıza, bizim o dediyimiz fikirlərə, bacarıqlarımıza onlar heyranlıqla baxırdılar ki, biz təsəvvür edə bilmirdik. Biz istəyirdik sizi öyrədək, amma sizdən də çox şey öyrənirdik. Yəni belə məqamlar vardı. Ona görə də bizim ümumiyyətlə hərbiçilərimizin müharibədə iştirak etməsi, müharibədə onların bu qələbənin qazanmasında oynadığı rolu belə deyək, heç nə ilə müqayisə etmək olmaz və o şəhidlərə, o insanlara, ümumiyyətlə sağ qalan qazilərimizə də Allah canlarını sağ eləsin. Müharibədə iştirak edən hər bir kəsə yenə deyirəm, üstəlik də öz canlarını fəda vermiş, öz canlarını keçmiş qazilərimizə, şəhidlərimizə Allahdan rəhmət diləməkdən başqa onlara bir ömür boşda olacaq. Bir ömür onların deməli borcundan çıxa bilməyəcək və əlbəttə onlarla qürur duyacağıq. Necə ki, indi biz bayaq söhbət edirdik, deyir Zaur qardaşımız Əlağa Şıxlinski ilə Səməd bəy Mehmandarovun, onların, yəni onlar topçu olublar, belə getək. Onlar bir özünə bir kumir, özünə bir örnək kimi götürürdü. Onların hələ keçən əsrin əvvəllərində olmuş, yaşamış bir insanlar, o vaxtda Çar Rusiyasının ordularında xidmət ediblər. Amma onların şücaəti, onların savadı, qabiliyyəti nə qədər insanlara, biz Azərbaycanlılar nə qədər təsir edibsə, həmin məqam hələ də yaddaşlardadır. Hərbiçilər onlardan öyrək götürürlər. İndi mən adım kimi əminəm ki, gələcək nəsillər də Zaurların, talihlərin, başqa hərbiçilərin hamısını ondan örnək götürəcəklər. Onların qəhrəmanlığı onlar üçün bir nümunə olacaqdır. Və Allah heç vaxt bu, heç bir millətə də arzu eləmir ki, harasa müharibə olsun, həmişə qoy səmamız aydın olsun, sülh olsun və heç vaxtda belə deyək, indi bu qəhrəmanlıqdır, bu nümunədir, bunları heç vaxt unutmayacaq, amma gələcəkdə bu hadisələr Azərbaycan xalqının başına gəlməsin. Bu heç kimə, heç nəyə, heç bir millətə uğur gətirən bir hadisə deyil. Amma olanı da durdurmaq, elə bir hadisələr baş verir ki, qlobal hadisələr, biz ona müdaxilə etmək, onu dayandırmaq imkanı olmur bizdə. Ona görə də İndi də hər şeyə hazır olmalıyıq. Necə ki, Azərbaycan dövləti, Azərbaycan ordusu bu dəqiqə hər şeyə hazırdır və güman edirəm ki, hazırlığımız davam edəcəkdir. Niyaməddin müəllim, demək, Zaur Cəfərovun doğulduğu
kənd Başlıbel kəndi. Başlıbel hadisələri oldu. Birinci Qarabağ savaşı zamanı. Başlıbel faciələri. Bəlkə o faciələrlə bağlı nəsə deyəsiz? Olur. Yəni qohumlardan şəhid olan oldu mu? Oldu. Ondan əlavə bizim bebim oğlu 94-cü ildə Yalçın adında, o da tankist idi. 94-cü ildə şəhid oldu may ayının 5-də. O çox belə 19 yaşı var idi. Qəhrəman oğlan idi. Uca boy, enli kürək. Allah onların da ruhunu şad eləsin. Şövqü var idi. Ondan Qaz 66 şoförü idi. Gəlib tibb üzrə kəndə gəlib gedərdi, xidmət edərdi. Bir qohumumuz var, bizim Kürəkənin qardaşı Bəhman Süleymanov. O da itkin düşüb, hələ də məlumat yoxdur, hardadır, necədir. Hardasa 56 yaş olardı qalsaydı. Bəlkə də sağdır, əsirlikdədir. İnşallah onlar da azad olurlar. Bizim müharibənin başlayandan sonra ermənilər Laçından gələn işıq xəttini kəsdilər. Bir il işıqsız qaldıq Başlıbel kəndində. Əmim Cəfərov Vəli bizə tank motoru göndərdi, generator 60 evə işıq verərdi. O da Bakıda onun seksiyasını söküblər, gətirdik, təmir eləyə bilmədik. Qaldıq yenə işıqsız. Akkumulyatorun gücünə, odla, maşınların işıqlarından bir il keçindik. Sonra müharibə başladı, çıxmaq istəmirdik. İnanmırdıq ki, çıxıla. Babam Cəfərov Həsən 2-ci Dünya müharibəsi iştirakçısı idi. O da orada böyük qəhrəmanlıqlar göstərib. O deyərdi ki, erməni bura gələ bilməyib. 1915-18-ci il hadisələrində bura ayaq qoymayıb da. İnanmırdı ki, erməni bura gələ. Bilmirdi ki, torpaqlar bu cür şərəfsiz, şəristəsiz hakimiyyətin rəhbərləri tərəfindən bu hala saldılar. Hətta ov silahlarını yığırdılar. Cəmaət əli yalın qalsın. Həmin dövrdə xəbər gəldi ki, Kəlbəcər alınıb, mühasirədəsiz. Gecə ilə qadınlar, uşaqlar maşınlara yığıldı. Bir 60 maşın olardı. Avtobusda vardı 2 ədəd. Kişilər qaldı ki, biz müdafiə eləyərik, siz gedin. Gecə səhərə qədər maşının üstündə gözlədik. Dua eləyən kim, Allaha yalvaran kim. Səhər tezdən qaranlıqdı. Çıxdıq Murov tərəfə yox, tunelə tərəf. Tunelə tərəf çıxdıq. Bir hardasa 1-2 saata yaxın yol gəldik. Başlıbel kəndi Kəlbəcər rayonundan 60 kilometr məsafədə uzaqdır. Tuneldən keçib getməliyik də. Tunel də 200 metrdir, 60-cı illərdə tikilib əl əməyi ilə. Gəldik, ora çatmamış bir əskər qabağımıza qaçdı ki, tuneldə neçə nəfər insanları şəhid ediblər, vurublar. Ermənistan qoşunları oranı kəsib. Maşınların döndüyü yadımda, döndük maşınlarla qayıtdıq. Qayıtdıq, gəldik ki, məlumat gəlib, kişilər də silahlarını götürüblər, dağ yollarından çıxmaq istəyirlər. Hamımız düşdük, malqara var idi, bütün əhalinin dolanışacağı oydu. Mallar açıb buraxmışdılar tayaların üstünə. Da bilirdilər ki, gələcəklər, gəlməyəcəklər məlum deyildik. Hətta inanmırdıq ki, bir dəfəlik gedərək də, müvəqqəti qayıtdıq. Heç nə götürməyə imkan yox idi. Babamın yaşı çox idi, atamın bir atı var idi. Qəmər rəngdə səkil at. Babamın mindirdiyi atın üstünə, özümüz də piyada. Dağlara tərəf gəldik. Ondan əlavə maşın bir həddə qədər Ağcaqız deyilən əraziyə qədər gələ bilirdi. O boyda 3 gün piyada gəldik. Donma, şaxta, atışma, raketlər, qırat, hamısını gördük. O qədər qorxmadım. Bir yerdə qorxdum ki, Qəzəli maşının üstünə yığışıb bir 30-40 nəfər adam maşın sıldırım qayanın üstündən gedir, çıxa bilmir. Ortasında da bir zəncir var. Maşının portları belə-belə əyilirdi. Hər an fikirləşdik ki, düşəcəyik ora. Oradan da çıxdıq, gəldik. Hətta inanmırdıq ki, qayıtmayarıq. Maşınların təkərin altına daş qoydular ki, qayıdıb gələcəyik. Oradan piyada çıxdıq, gəldik. Hətta yolda donduğumuz oldu, ayaqlarımız dondu. Ata-anamız çıxartdı ayağımızı, yorğana düşdü. Aprel ayının biri idi. Martın 30-da çıxdıq, aprel ayının birində. Kəlbəcər kimi dağ bir rayonunda. 60 kilometr gəldik, çatdıq Kəlbəcərə. Kəlbəcərin sıldırım qayaların altında çatanda vertolyotun axırıncısı qalxdı. Deyirdik, yenə vertolyot gələr, biz vertolyot aparar, mümkün deyil. Gecə ilə gəldik, qaldıq Kəlbəcər rayonunda musiqi məktəbində. Səhərə qədər qaldıq, indi bilmirik, vertolyot gələcək, gəlməyəcək. Axırıncı vertolyotda
əhalinin ağırlığından düşmüşdü çaya. Bizim kənddən də 2 nəfər yaralanmışdı, biri rəhmətə getdi. Ondan sonra atam dedi ki, vertolyot gələcək deyir. Uca gördük yuxarıdan ermənilər əskərləri oradan tökülüb gəlirlər. Əhali böyük bir kütlə ilə üstdən aşağı qaçmağa başladı. Gəldik, orada da bir müddət kəndlərin arasından getdik, su tapmırdıq. Hətta getdilər, su gətirdilər, o selin suyu olar ki, qara su, ondan içdik. İştah yoxdur yemək yeməyə. Həmin vaxtı rəhmətli Zaur orada bizə köməklik elədi, su gətirməyə gedib gətirirdi, dəstək olurdu. Hətta əskərin biri tutdu, dedi gəl gedək bizlə vuruşmağa. Əskərin əlindən silahı verdi ki, at. Silah atdı göyə. Anam da narahat orada, birdən uşaqdır, açılar, özünə dəyər. Deyir gəl gedək bizlə vuruşmağa. Əskər getdi, sonra həmin əskərin yaralı halını gördük ki, maşında gətirirlər. Gecə qaldıq ocağın yanında, ətrafdan odun gətirdilər, yandırdılar, donmadıq. Gəldik Murov dağının ətəyinə qədər çıxdıq. Yəni danışmağa orada çox sözləri var. O qədər şaxtaydı ki. Sonra siz Murov dağı yolu. Hə, Murov dağından gəldik Murovun ətəyinə. Çox çətindir. Çənəmiz söz Aprel tutmur. ayında sərt, hətta yayda belə qar ərimir orada. Qar ərimir, maşınlar çıxa bilmir. Malqoyun yolun ortasında BMP tank üstündən keçirdi. Əskərlər bizdən qabaq gedirdi. Nəqliyyat yolu yoxdur. Nəqliyyatdakı ancaq orada 3 dəfər Ural, Kamaz çıxa bilər. O boyda kətdən bir dənə zil çıxdı. O da çətin yollarla. Atam babamı qaldırdı zilin üstünə. Babamla ikimiz zilin üstünə qalxdıq. Babam da ağır adam idi da. Dizi dəyib, orta yaralanmışdı. Dinmədi. Gələndən sonra əmim Əli bizə orada yuxarı pavilyon vardı, orada gözləyirdi. Perevalda daha doğrusu. Bizi qarşıladı. Uaz maşını vardı. O boyda Uaza 15-17 nəfər minmişdi. Oradan keçdik, gəldik. Bərdə rayonu, Gəncədə əmin də orada o qədər yorulmuşdu ki, borana düşmüşdü. Deyir, gördüm, mümkün deyil də. Həmin soyuq havada çıxdım, bir bulağın yanında başımı saldım bulağın altına ki, sərin oyanım. Yoxsa sürdüyüm maşını aşıra bilərəm, insanları qıra bilərəm. Bizdən sonra da bir 60 nəfər qalmışdı kənddə. Orada inanmırdılar. Bəziləri əlillər var idi, yaşlı çiçək xalı var idi, əlil idi. Uzun müddət atamın xalasıdır, kənd sovet sədri olmuşdu. Qaldılar Kahada, Kaha deyilən ərazilər var idi, portların kahaları. Orada bir müddət qaldılar, kəndin ərzağı çox idi. Kənddə hətta pekarni var idi. Orada çörək pişirilirdi, kəndin klubu, mədəniyyət mərkəzi. Yəni, böyük bir kənd idi. Müasir və böyük kənd idi. Uzun müddət orada qalırlar. Sonra ermənilər kəndə gələndən sonra indi onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Daşlıbel faciəsi adında özünüz orada oxuyub baxa bilərsiniz. Nə hadisələr gəlib başlarına. Mühasirəyə düşüblər. Mühasirəyə düşüblər, vuruşublar. Hətta o atamın xalası ermənilərin qabağına çıxıb ki, siz indiyə qədər bizim çörəyimlə dolanırdınız. İndi bizə qarşı gəlmişsiniz, orada onu vururlar. Hətta bir uşağın anasının qucağında vururlar orada. Çingiz var idi, görür ki, əsir düşəcəklər, bacısını güllələyir. Bilmirəm, anasını güllələyir, o dəqiq yadımda deyir, bacısını güllələyir ki, əsir düşməsin. 19 yaşında, 18 yaşında qızı. Elə əgər üzr istəyirəm, tanıyırsınızsa, Ələkbər Sönməzin ailəsi. Bəli, onlar tamamilə yox oldular, şəhid oldular. Ailəsindən 3 şəhid oldu, Ələkbər Sönməz. Onun kitabları çıxıb, Habilin atası. O özü şair olmadı. Sonra onlar əsirlikdən bir neçə gün sonra xilas oldular. Kahalarda gizlənə. Bəli. Hətta gizlənsələr belə nə qədər əsirlərimizin xilasında onların köməyi olmuşdu. Ermənilər hücuma gəlir, gələndə bunları mühasirəyə alırlar ki, orada da Azərbaycanın başqa rayonlarında da əskərlər vardı. Hətta Zərdabdan, Laçından, onlar vuruşurlar, silahları qutarır. Allah elə bir şərait yaradır ki, qaranlıqdır, boran başlayır, tufan başlayır, ermənilər gələ bilmir. O vəziyyətdə neçə nəfər çıxıb başqa kahalara doğru gedə bilirlər. Ermənilər gəlir, bəzilərini əsir götürür. Hətta qaydanda bir ana tullanır bir quyunun içinə. Uşağın da qolu yaralıdır. Ağzını tutur, uşaq qışqırmasını ağrıyır axı.
uşaq orada sağ-salamat qalıb bizimkilərə qoşula bilirlər. Onların geniş bir hadisələri var, onlar özləri də qəhrəmanlardır. Özünüz onu Canlı kitablarında görə bilərsiniz, bəli. O vəziyyətdə də biz inanmırdıq ki, yəni qayıtmarıq. Ona görə yaxın ərazilərə gəldik, Qaxa gəldik, Bərdəyə gəldik. İnanmırdıq ki, qayıdarıq da, yəni torpaqlar alınacaq. Qısa müddətdə vətən həsrətindən illərlə yaşadıq. Bəli, özü də çox vətənpərvər idi. Hətta şeirlər yazardı. Atamın özü də şeir yazar. Murovdan o üzdə bir el var idi. Prosto gizlədər verməz. Böyük bir qalın dəftəri var, yazırdı. Hə. İndi də şeirlər yazır, çox gözəl bəlağətlə. Özü də şeirlər yazardı. Bəzi şeirlərini indi paylaşmışam. Neçə dəfə mən istəmişəm ki, atanız Hüseyn müəllimdən Zaur Cəfərov haqqında xatirələrini alım, çəkiliş eləyək, müsahibə götürüm. Amma deyir ki, o Zaur yəni bunun üçün döyüşmədi ki, bunun üçün xidmət göstərmədi ki, yəni elədiyini göstəriş eləsin. Yəni göstəriş üçün çalışmadı, göstəriş üçün xidmət eləmədi. Ona görə də yəni atanızdan mən çox çalışdım. Neçə dəfə dəvət eləmişəm verilişlərə. Deyir ki, belə olmalıydı. Yəni qürurla, qürur hissi ilə deyir ki, məsələn müharibə olsa əgər heç bir şübhəsiz digər oğlanlarımı da yəni qarşısına durmaram. İstəyərəm ki, getsinlər, döyüşsünlər. Atam bir dağ kimi də, yəni o ürəyində çəkir, nə çəksə demir heç kimə. Tək siz deyilsiniz, başqa televiziyadan gəldi. Hətta dəstək göstərdi, heç birini qəbul eləmədi, heç bir yerə müsahibə vermədi. O onun dərdini ürəyində çəkir. Hətta deyim ki, istəyirəm, bir şəhid ailəsi kimi dövlət tərəfindən olan yəni dəstəklər var idi, müəyyən dəstəklər, maliyyə dəstəkləri, yəni açıq şəkildə ailəniz onu qəbul eləməyibdi. Hüseyn müəllim qəbul elədi. Heç birini qəbul eləmədi. Amma bir məsələni narahat edir ki, bizim küçə var, ora Şota Rustavalin adı. Deyir, Gürcülər bizə az toy tutmayıb ki, əvvəlki illərdə. Bu, bizim Gürcülərin adını veririk bu küçələrə. Özün adını veriblər, ailəsinin yaşadığı küçəyə veriblər. Qısa bir küçə olsa da, indi Həsən balamız, Zəhra balamız orada yaşayırlar, ondan təskini tapırlar. Səlbə balamız da atasının həsrətinə dözmədi. Məkanı cənnət olsun. Böyrək çatışmaması var. 13 yaşında ötən il dünyasını səhv eləmirəmsə 13 yaşında rəhmətə getdi. O çox belə atasına bənzəyən, acı bir xəbər oldu. Çox nənəmiz kimi bilirdik də onu. Hər sözü bir Nənəsinin adını daşıyır. müdrik sözləri var idi. İndi o da atasının yaxınlığında bir məzarlıqda uyur. Atasını çox istəyərdi. Yəni Allah onları onu şad eləsin. Özü həmişə gözü yaxşı görmədiyinə görə uşaqların onlardan nigaran idi. Dəfələrlə xarici ölkəyə də apardıq, bəli, müalicəsi mümkün olmadı. Bu məsələlərdən də sonra qıza çox böyük təsir elədi. Ona görə çox qalmadı. Atasına qovuşdu. Allah ruhlarını şad eləsin. Hətta yuxuda görərdi, atam gəlib. Atam gəlib qaranlıqda atasının gəldiyini deyərdi. Allah tərəfindən də ayələr var da buyurur ki, Bəqərə surəsinin 186-cı ayəsində Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar diridirlər, fəqət siz anlamazsınız. Onlar Rəbb yanında ruzi yeyirlər demir, ruzilənirlər. Yəni hər bir imkanları var, dünyaya da təsir göstərə bilərlər. Gəlirdi, deyirdi, atam gedir, atam. Axırıncı sözləri atam gəldi olurdu. Yəni çox böyük ağrılar çəkirdi. O dializ xəstələrində də deyiləsi deyil də, yəni uşaq bir ilə yaxın. O sualıma cavab verəsiniz ki, şəhidlik zirvəsinə ucalan gün, səhv eləmirəmsə, siz dediniz ki, havadan nəsə bir qoxu gəlirdi. Mən onu dediniz, anama söyləmək istəyəndə, eyni anda anam da dedi ki, havadan bir qəribə qoxu gəlir. Bəli, doğrudur. Şəhid olandan 2 gün sonra bildik ki, yəni tapılmırdı. Böyük Ermənistan arasına tərəf gedib, orada silahları gətirib ermənilərin özünə tərəf
atırdı. Hətta şəkili də var, Ural maşının üstündə D-otostopun gətirir, maşın da üstündə oldu, snariyat. İndi nələr var, nələr özü bilir də, çox bizə paylaşmazdı hərbi sir kimi. 2 gün bilinmədi, 2 gündən sonra tapdılar, gətirdilər morqa, Yevlax ərazisinə. Qardaşım binazən getmişdi gətirməyə, mən də burada səliqə səhman yaradırdım da, atamın yanında dəstək olmaq üçün. Həmin gələn müddətdə 1 kilometr məsafədə qarşılamağa getdim. Gördüm havadan bir qəribə qoxu gəlir. Cənnət qoxusu bu sübh namazı vaxtı havadan iyi gəlir. Elə bir. Elə bildim tək mən duyuram. Gəldim evin yaxınına gördüm yenə. Həyətə gəldim. Hardasa oktyabr ayının 19-20-si idi. Deyəndə anam dedi mən də istəyirəm ki, belə bir il gəlir. Hətta qardaşım deyir ki, çox çətindir. Həmin o maşında gətirirəm, təcil yardım maşınıdır. Çox elə bir ağır hiss edirəm. Ürəyimin üstünə bir istilik gəldi, elə bir əl qoydular. Ondan sonra bir təskinlik tapdım. Gətirəndən sonra da bu Hacı Şahin rəhmətlik, Allah ruhunu şad eləsin, o da 2022-də dəfn olunur, rəhmətə getdi. Özü gəldi uzaq məsafədən, bilirdi əvvəldən ki, gələcək. Onu xiyabanda dəfn elədi, meyit namazını qıldı, bizə böyük dəstək oldu. Və bütün insanlara təşəkkür edir ki, Azərbaycan xalqına böyük dəstək oldular, indiyə qədər dəstək oldular. Çox böyük izdihamla dəfn olundu, dövlət səviyyəsində. Bəli. Yəni, danışılacaq sözlər çoxdur. Bu, hətta anamın da həmin vaxtlarda deyir, görürüm ki, gəlir, gedir, belə gözümə görsənirdi, oturanda. Hətta Səli babalarımızı görüb ki, bir rəhmətə gedəndən sonra küllərin içindədir. Yəni, yuxu da öldü, belə aşkar şəkildə gözünə görsənir. O sözlər edir ki, heç kimə deməyəsən gərək, deyəndə görsənməz. Yəni, özü şəhid olmaq arzulayardı. Aprel döyüşlərində Raqif Orucov onun yaxın dostuydu. Həmin Raqif Orucov rəhmətli polkovnik leytenantdır, atasız böyüyüb. Hətta o düşmənin daxilinə sızardı, kəşfiyyat məlumatı gətirərdi, özü xüsusi xidmət orqanları yox, xüsusi təyinatlı hərbi hissədə iştirak edirdi. O, orada şəhid olub. Hətta onun şəhid olmasını deyir ki, ermənilər əhalini yığır, Azərbaycanlar əhalini yığır ki, çıxın gedin, erməni əhalisini. Yəni, sizlə işimiz yoxdur, biz ordu ilə döyüşürük. Nəsə, əhalini dəymirlər, toxunmurlar, ermənilər 4 kilometrdən uzaq məsafədən tankla atəş eləyirlər. Görürlər, mümkün deyil də. Ermənilər müharibələr boyu bizim anaların, üzr istəyirəm, fidanlarının başını kəsir. Bəli, bəli. Biz sonra həmin bəziləri yaralanıb, bəziləri deyib ki, siz gedin, mən buranı müdafiə edəcəm. Hətta gəlir, sərhəddə yaxın qan itirməsindən şəhid olur. Deyirdi, kaş mən yox, o yox, mən şəhid olardım. Anam deyirdi ki, ağlayırdı ki, kaş o yox, mən şəhid olardım. Hamısını Allah ruhunu şad eləsin. Allah olsun, döyüşlərdə xidmət olubdu. Oğuz döyüşlərində iştirak edib, Qarabağda, hətta Naxçıvan bölgəsində bəzi döyüşlərdə iştirak edib. Bəli. Erməniləri postun üstündə özü vurardı. Snayperlə intiqam o qədər, hələ müharibə yox idi. 2003-cü illərdə. Bəli, müəllim, belə verilişlərin gənclərimizin vətənpərvər ruhda böyüməsinə, vətənpərvər olmasında hansı, necə dəyərləndirirsiniz? Ümumiyyətlə, şəhidlik zirvəsi, qəhrəmanlıq zirvəsi, bu ümumiyyətlə bu mövzular gənclərimizə, nəinki gənclərə, bütün hər bir kəsə, lap belə yaşlı insanlara da çox böyük təsir edir. Yəni, onların, əlbəttə, hər bir millət belə bir örnək axtarır. Öz üçün bir qəhrəmanın bir timsalında gələcəyə, övladlarına, gələcək nəsillərə nəyisə çatdırmaq istəyir. Hər kəs bu məsələyə bir özünə məxsus şəkildə yanaşır. Əlbəttə, gənclər bu gün də, indi Allah eləməsin, indi müharibə olsun, nə olsun, amma bu gün də kimlərsə Azərbaycana qarşı hansısa bir təcavüz və yaxud da nə olsa, Azərbaycanın ümumiyyətlə xalq, vətənimizin bir gənclərə, hərbiçilərə və yaxud da ki,
sadə vətəndaşlara bir ehtiyacı olsa ki, onu müdafiə etmək lazımdır. Mən düşünürəm ki, yəni bu İkinci Qarabağ müharibəsində baş verən hadisələr onların bu müharibədə qəhrəmanlıq göstərmiş, şəhidlik zirvəsinə uzalmış bir şəxsləri görən gənclər, onlara olan münasibəti görən gənclər, mən bu dəqiqədə düşünürəm ki, heç bir tərəddüd etmədən yenə də döyüşə atılarlar. Çünki yenə təkrar edirəm ki, təkcə şəhidə olan münasibətdən söhbət getmir. Ümumiyyətlə, vətənə olan münasibətdən söhbət gedir. Vətənin dar günündə vətən sevgisindən, o milləti, xalqı, vətəni necə sevməkdən asılı olan bir hisslərdir ki, heç kim burada tərəddüd etmir. Bax, Zaur qardaşımızın həyatını mən indi qısa müddət ərzində burada bir baxdım. Onun hardan bu zirvəyə gəlib çatmasında bunun bəlkə də yolunu hesablasan, kilometrlərlə hesablasan, bəlkə də rəqəm çatmaz buna. İnanırsınız, tərcümeyi halını belə oxuyub bitirmək olur. Naxçıvandan gəlibdir, harada Rumuniyada, Türkiyədə təlimlərdə iştirak edir. Bunlar əziyyətli bir şeylərdir. Gəlib bu ərziyyət satmaq, amma çox təəssüflər olsun ki, həm də bu qəhrəmanlar heç vaxt erməni gülləsindən yox, Məsələn, mina partlayışından bu dünyasını 2 dəfə mina partlayıb heç olmadı. Yəni bu ermənilər, bu bizim o qəhrəmanlara heç gülləsi də çatmayıbdır. Atıblar, vurmaq istəyir. Bu əlbəttə bu gələcək nəsillər üçün, gələcək bizim Azərbaycan həyatı üçün çox vacib bir məsələlərdir, çox vacib bir nümunələrdir ki, biz bundan sonra da ömrümüz boyu bunları heç vaxt unutmayacağıq. Gələcək nəsillər də bundan kifayət qədər örnək götürüblər və düşünürük ki, indi uşaq olan Zaurun 13 yaşında bura gəlməz, necə ki, qaçqın olaraq gəlibdir. Həmin onun yaşında olan insanlar da, uşaqlar da, vətəndaşlar da, gələcəyin Azərbaycan vətəndaşları olan insanlar da heç vaxt unutmayacaqlar. Bu böyük bir zirvədir. Elə yaxşı da adını da yaxşı qoymuyor, şəhidlik zirvəsi. Bu zirvəyə heç kim boş-boşuna, yəni əlini qolunu sallayaraq gəlib çıxmır. Hamısı əziyyətdən, hamısı vətənə olan xidmətdən, vətənə olan sevgidən gəlir. Birlik oldu, bərabərlik oldu. Belədir. Ali Baş Komandanın ətrafında, dəmir yumruğu ətrafında birləşdilər. Bəli, çox gözəl. Dövlətimiz var olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəli. Bəlkə sözünüz olar əlavə. Hər birinizə təşəkkür edirəm. Zəhmət çəkmisiniz, verilmiş ərsəyə gətirmisiniz. Təşkilatçılara da minnətdaram, həmişə sizin qulluğunuzdayıq. Yəni biz özümüz də hər an düşmənə qarşı döyüşməyə hazırıq. Bu bizi həmişə arxa cəbhəyə ötürmək istəyərdi ki, mən gedim siz salamat qalın, ailəm ataya, anaya xidmət edin. Mən özüm də hərbi təyyarəçilik məktəbinə gedirdim. Şəxsiyyət vəsiqəsi forma 9-a çevriləndə uzun müddət keçdi, düzəlmədi, imtahana girə bilmədi. Qismət olmadı, o da deyirdi ki, atanamızın yanında qalın, onlara xidmət eləyin. Yəni bizim bu dəqiqə borcumuz onların istəklərini davam etdirmək, arzuların, həyata keçirə bilmək arzularını davam etdirməkdir. Siz də bu yolda bizə dəstək olduğunuz üçün təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm, Niyaməddin müəllim, Vəli müəllim. Hər biriniz qiymətli, dəyərli vaxtınızı sərf elədiniz, gəldiniz, iştirak elədiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, analarımızın göz yaşı olsun, ancaq sevinc göz yaşları olsun, heç vaxt da ağlamasın. Sağ olun, təşəkkür edirəm.